Hörmətli müəllimlər, valideynlər, əziz şagirdlər və bizi izləyənlər. Məktəbdə podkast başladı. Hazırda Lənkəran rayonu Mais Mirzəcanov adına Yuxarı Nüvədi Kənd Tam Orta Ümumi Təhsil Məktəbindəyik. Və podkastımızın ilk qonağı Lənkəran Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimovdur. Rəhim müəllim, xoş gəlmisiniz. Dəyərli Yağmur qızım, mən də bizi izləyənləri salamlayıram və ilk qonaq olaraq podkasta məni dəvət etdiyinizə görə xüsusi təşəkkür edirəm. Elə keçən il bu vaxtlar idi, bu Yuxarı Nüvədi Kənd Tam Orta Məktəbinin radiosu bir çox TV kanallarından izlədik və tam bir il sonra bunun bu formaya, bu platformaya gəldiyinə görə də məktəb rəhbərliyinə, şagirdlərə təşəkkür edirəm. Bu podkast audiodan videoya keçiddir. Məncə bugün çox maraqlı söhbətimiz olacaq. Sizinlə podkastdan əvvəl də söhbət eləmək imkanım oldu. Şagirdlərlə çox səmimisiniz. Ona görə də bugün sizə sual vermək mənim üçün çox rahatdır. Bu mənim məktəb illərindən ilk iş fəaliyyətimə müəllim kimi başladığım və sonra da məktəb direktoru işlədiyimlə bağlıdır. Birbaşa şagirdlərlə işləmək mənim üçün xoşdur. Nə yaxşı. Onda elə isə başlayaq şagirdlərdən. Öz məktəb illərinizi xatırlayanda o vaxtki şagirdlərlə indiki şagirdlər arasında nə kimi fərqlər var? Maraqlı sualdır, dəyərli qızım. Çox fərqlər var, əlbəttə ki, illər keçib, zaman dəyişib. Mən iki məqamı vurğulamaq istəyirəm. İndiki şagirdlərimiz qalib xalqın qalib şagirdləridir. Xalqımız Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu ətrafında sıx birləşdi. Ordumuz düşmanın üzərində qələbə çaldı və indiki şagirdlərimiz qələbə sevinçli şagirdlərdir. Biz birlikdə siz məktəblilərlə zəfər paradını izlədik. Müxtəlif müəssisələrin hamısında, həmçinin sizin məktəbdə zəfərimizə aid müxtəlif tədbirlər keçirdiniz və bu qələbə sevincləri sizdə xüsusi motivasiyalar yaradır, qəhrəmanlıq dastanları oxuyursunuz. Bizim dövrümüzdə isə torpaqlarımızın ard-arda işğal edilməsi, xalqımızın başına gətirilən müxtəlif genosidlər, faciələr, Azərbaycan yeni ayrılmışdı, müstəqilliyinə yeni qovuşmuşdu və günlərdən, aylardan çörək növbəsi, heç bir məhsulun tapılmaması, biz məktəblilərin də çörək növbələrində olması, adi bir qələmin, dəftərin əziyyətlə əldə edilməsi, bu fonda indiki şagirdlərimiz daha xoşbəxt və gələcəyə daha nikbinli baxan şagirdlərdir. Biraz bundan əvvəl vurğuladınız ki, əvvəllər müəllim olmusunuz. Bəs sizin fikrinizcə yaxşı müəllim necə olmalıdır? Hər bir peşə, fən, hətta alət öz ixtisasına, öz adına uyğun iş görəndə yaxşı olur. Məsələn, qısa başa düşmək üçün deyim, yaxşı sürücü biz kimə deyirik? Bizim yükümüzü A nöqtəsindən B nöqtəsinə sağlam şəkildə aparan. Əgər sərnişin daşıyırsa, sağlamlıqla yanaşı mədəniyyəti də yerində olan bir sürücü. Əgər sürücü maşını sürə bilmir, idarə edə bilmirsə, biz buna yaxşı sürücü deyə bilərikmi? Əlbəttə ki, yox. Müəllim sözünə baxdıqda, müəllimin ərəb dilindən bizim dilə keçmə bir sözdür. Kökündə elm var və müəllim sözü elmi öyrədən deməkdir. Dolayısıyla yaxşı müəllim yaxşı öyrədə biləndir. Buradan əsas yaddan çıxmamalı olan məqam mütləq bilməlidir. İkinci, bildiyini öyrədə bilməlidir. İnsan bilmirsə, bilmədiyi bir şey öyrədə bilməz, bunu unutmaq olmaz. Amma bilir, öyrədə bilmirsə, biz təəssüf edirəm ki, buna da yaxşı müəllim deyə bilmərik. Onda belə bir sual verim. Şagird illərində hələ də unuda bilmədiyiniz müəlliminiz varmı? Və niyə görə hələ də unuda bilmirsiniz? Burada unuda bilməmək iki mənadadır. Mənfi və müsbət. Əlbəttə ki, bizim bütün müəllimlərimin həyatımızda rolu böyük olubdur. Mütləq ad çəkirəm desəz, biologiya müəllimi, Faizə müəllimin adını çəkə bilərəm. Təbriz müəllimin, Riyaziyyat müəllimin adını çəkə bilərəm. Ən çox təsirləndiyim müəllimlərdən biri ilə mənim öz atam olub, ondan çox şey öyrənmişəm. Hal-hazırda da öyrənirəm.
öyrənməyə davam edirəm. Lənkəran Astara bölgəsində təhsilin hansı nailiyyətləri sizi daha da qürurlandırır? Ümumiyyətlə bir yerdə təhsil varsa, bu bizi qürurlandırır. Təhsil verənlər və təhsil alanlar bir aradadırsa, bu özü bir qürurdur. Respublika fənn olimpiyadaları, müxtəlif layihələr, şagirdlərimizin boş vaxtlarında maraqlı bir layihələrin həyata keçirilməsi məxsusi olaraq qürurlandırır. Məsələn, bu yaxınlarda Lənkəran şəhəri 1 nömrəli tam orta məktəbdə tənəffüs zamanı layihəsini izlədik, çox qürurlandıq. Eyni zamanda başda sən Yağmur qızımız olmaqla bu podkast layihəsinə baxırıq, qürurlanırıq ki, bax belə bir şagirdimiz və belə bir layihəmiz var. Bir rəhbərdən belə xoş sözlər eşitmək çox qürur vericidir. Elə rəhbər demişkən, sizcə bir rəhbər üçün ən vacib keyfiyyət nə olmalıdır? Rəhbər peşəkar olmalıdır. Burada bir mənalı şəkildə kollektivini öz işinə inandırmalıdır. Eyni zamanda ədalətli olmalıdır və qoyulan qaydalara, qanunlara özü də şəxsən riayət eləməli və bütün kollektivi buna sövq eləməlidir. Məsələn, mənə maraqlıdır ki, Rəhim müəllim günə necə başlayır? Səhər enerjini nədən alır? Əsasən səhər yürüyüşləri ilə başlayıram. Mütləq bunu bir həyatımın bir parçasına çevirmişəm. Səhər saatlarında 6-7 kimi 1 saat, 2 saat gəzirəm. Əsasən də dəniz kənarı gəzməyə üstünlük verirəm. Bundan sonra isə təbii ki, daha enerjili şəkildə işə başlayıram. Bəs sizə gün ərzində motivasiya verən bir cümlə və yaxud da ki, bir prinsip varmı? Açar söz təhsildir. Elə mənə motivasiya verən, enerji verən təhsil idarəsində işləməyim, təhsil insanı olmağım, təhsil sözü. Başqa bir sualla davam etmək istəyirəm. Həyatınızda sizə ən çox təsir edən film, kitab və ya hadisə olubmu? Biz şagird ikən indiki kimi elektron cihazlar, telefonlar, planşetlər, sosial media belə bir şey yox idi. Bizim abunə olduğumuz jurnal, qəzetlər var idi, məktəblilərə aid. Bunlardan oxuyardıq. Eyni zamanda atamın da tövsiyəsi ilə çoxlu kitablar oxuyardım. Uşaq ikən müxtəlif xalqların nağılları, böyüdükcə Azərbaycan klassikləri, Azərbaycan yazıçıları, dünya yazıçıları, Rus yazıçıları oxuyardım. Bu anda xatırladığım Nəriman Nərimanovun Nadir Şah dramıdır. Bu yadımdadır ki, yay tətilində, belə desəm, yay tətilimi biraz qara gətirdi. Oxudum onu və bütün onun təsirində qalıb günlərdən ağladığımı xatırlayıram. Nadir Şahın oğlunun gözünün çıxarılması səhnəsi çox pis təsirləmişdi mənə. Kiçikən yadımdadır, Koroğlu dastanı oxuyanda oradakı o qəhrəmanlıq hissələri belə məxsusi mənə xoş təsirlər bağışlamışdı. Mən də kitab oxumağı çox sevirəm. Məktəbimizin çox gözəl bir kitabxanası var. Amma sizin dediyiniz kitabı hələ ki oxumamışam. Mütləq boş vaxtım olanda oxuyacağam. Oxuyun. Çox gözəl əsərdir. Ümumiyyətlə Azərbaycan yazıçılarının tarix əsərlərini oxumaq lazımdır Azərbaycanla bağlı. Amma ağlamayın. Çalışacağam. Öz övladlarınıza və gənclərə ən çox hansı dəyəri aşılayırsınız? Milli mənəvi dəyərlərdən söhbət getməlidir. Hər bir insan, hər bir gənc milli mənəvi dəyərləri üzərində yetişməlidir. Bu dəyərlərə sahib olduqdan sonra dünyadakı digər sivilizasiyaları, dinləri öyrənmək lazımdır. Mənim öz fikrimcə, təbii ki, bu mənim öz şəxsi fikrimdir. Hər bir insan pərgər misalı, necə ki, pərgər görmüsünüz də, bir ayağını möhkəm yerə sabitlədikdən sonra düzgün dairə çəkir. İnsan da öz milli mənəvi kökləri üzərində ucaldıqdan sonra, formalaşdıqdan sonra digər sivilizasiyaları mütləq öyrənməlidir, digər ölkələrə səyahət eləməlidir, baxmalıdır digər xalqlara. Bizim xalqımız isə qədim xalqdır, tariximiz genişdir, qədimdir və bu mədəniyyətimizi öyrənmək, bunun üzərində formalaşmaq həm öz evladlarıma, həm də sizə verəcəyim ən gözəl tövsiyə olardı.
Podkastımızın sonunda belə bir sual vermək istəyirəm ki, əgər gənclərə bir cümləli motivasiya verməli olsaydınız, onlar nə deyərdiniz? Öyrənməkdən heç vaxt vaz keçməyin. Öyrəndiyiniz hər bir yeni elm həyatınıza gözəllik qatan yeni bir qapı açır. Rəhim müəllim, həqiqətən vaxtın necə keçdiyini anlamadım. Çox maraqlı bir söhbət oldu. Beləliklə məktəbdə podkast layihəsinin ilk buraxılışı sona çatdı. Madam podkast layihəmizin sonundayıq, fürsət düşmüşkən mənim də sənə bir sualım var. Jurnalistika fəaliyyətini davam etdirmək istəyirsən, yoxsa başqa bir ixtisasla məşğul olmaq istəyirsən? Əslində 2 ay bundan əvvələ qədər jurnalistika üzrə getməyi düşünürdüm, amma çox ani bir qərarla psixologiya üzrə gedirəm. İndi Səbəb nədir? Həm məktəb psixoloqumuzun rolu böyükdür, həm də ki, oxuduğum kitablardan, baxdığım filmlərdən ilham alaraq bu sahə üzrə getməyi daha məqsədə uyğun. Mən də sənə uğurlar arzulayıram və fürsətdən istifadə edib layihənin uğurlu olmasını diləyirəm. Xoş podkastlar, maraqlı qonaqlar diləyi ilə sağ olun. Sağ olun, salamat qalın. Növbəti podkastları izləməyi unutmayın.